Sualları abituriyentlərin 90% səhv edir. Sualda deyilir ki, verilən funksiyanın -2 və 4 parçasında ən böyük qiymətini tapın. Biz əvvəlcə bu parçada onun böhran nöqtələrini tapmalıyıq. Yəni törəməsini tapıb sıfıra bərabər etməliyik. Deməli, f' x bərabərdir. Bilirik ki, mürəkkəb funksiyanın törəməsini tapanda üst əvvələ düşür və üstdən bir vahid əksik olur. Bir də bu ifadəni biz vurmalıyıq. Həmin bu x kvadratı çıxılsın 9-un törəməsinə. X kvadratı çıxılsın 9-un törəməsi nəyə bərabərdir? X kvadratın törəməsinə. X kvadratın da törəməsi bizə 2x verir. Yəni 2x-ə vururuq. 81-in də törəməsi 0-dır bilirik ki. Buradan alınır 4x vurulsun, x kvadratı çıxılsın 9. Və biz bu ifadəni 0-a bərabər edirik. Hasil nə vaxt 0 olar? Burada verilən vuruqların hər biri ayrı-ayrılıqda 0 olmalıdır. Yəni 4x bərabərdir 0, x bərabərdir 0 olur. X kvadratı çıxılsın 9 bərabərdir 0, x1 bərabərdir 3, x2 bərabərdir -3. Burada baxırıq ki, hansı köklər bizə verilən aralıqda yerləşir. 0 bu aralıqda yerləşir, 3 bu aralıqda yerləşir, amma -3 bu aralıqda yerləşmir. Buna görə burada -3-dən fərqli olur. İndi bu verilən qiymətləri gətirib funksiyanın özündə yerinə qoyuruq. Yəni f0-ı tapırıq əvvəlcə. f0 bərabərdir 0 minus 9 çıxılsın 81. Bu da eləyir 0. Bir dəfə də f2 qoyuruq. f3 bərabərdir 9 çıxılsın 9-un kvadratı çıxılsın 81. Bu da eləyir -81. Və bizdən bu parçada yerləşən ən böyük qiymət istəyirik. Yəni ən böyük qiymətimiz 81 olur. Doğru cavabımız A variantı. Əgər bu tipdə sualların davamlı gəlməsini istəyirsinizsə, videoları bəyənməyi və kanala abunə olmağı unutmayın.